Yazıram. Deməli, vektorların ikinci bölməsini izah edəcəm sizlərə. Burada biz nələrdən danışacağıq? Birinci başlıq kimi qısaca şəkildə adlarını yazım. Onların yazalım buradan. Vektorların birinci. Birinci skaler hasildən. Ekran görünür sizdə. Bəli. Birinci skaler hasildən başlayırıq. Skaler hasildən eləyirsiniz. Bir dənə vektor götürürsünüz. A vektoru onsuz da şərtdə özü verəcək. Koordinatları olsun x və y. B vektorunun koordinatları isə olsun m və n. Bunların skaler hasilini tapanda A vektoru vurulsun B vektoru bərabər. Birincini birinciyə vurursunuz. Üzərinə gəlirsiniz. İkincini vurursunuz ikinciyə. Yəni x vurulsun m. Üzərinə gəlirsin y vurulsun n. Bu olacaq skaler hasil. Bir dənə nümunə göstərək. Məsələn, tutalım ki, belə bir vektor verib. A vektorunun koordinatları -1, 4. B vektorunun koordinatları da olsun 3 ilə 2. Baxın, buradan A vektoru vurulsun B vektoru bərabərdir sual yazır. Ona inəyəcək. Yazıram ki, A vektoru vurulsun B vektoru bərabər. Buradakı -1'i 3'e vuracaqsınız. -1 vurulsun 3. Üzərinə gəlib 4'ü də vuracaqsınız 2'ye. Bu da bərabər. -1'i 3'e vuranda -3. Üzərinə gəlib 4'ü 2'ye vurdum 8. Bu da biri müsbət, biri mənfi olduğuna görə böyükdən kiçiyə çıxıb böyük şərəsini yazırıq. 8'dən 3'ün çıxanda qalacaq 5. Mənim eyni o birilər kimidir, amma O birislərdə toplayırdıq birinci ilə birincini, ikinci ilə burada ikincini. x-i m-ə vurdunuz, sonra Burada y-i m-ə birincini vurdunuz. birinciyə vurursan, ikincini də ikinciyə vurursan. Hı -hı. Skaler asilleri ikinci kesinlik polinomlar. Polinomlar və yaxud da ki, paralel. Bunların nisbətləri bərabərdir. Məsələn, A vektorunun koordinatlarını götürürdük x-dən y, B vektorunun koordinatlarını da götürürdük m-lə n. Əgər bunlar polinomlarsa və yaxud da ki, paralel olmaq üçün Bəli. altında x-i bəli bölürük m-ə, y-i də bölürük n-ə. Bu olur paralel əlaməti. Məsələn, nümunə kimi başqa nə yazaq? Deyək ki, m-in hansı qiymətində olsun A vektorunun koordinatları m, 4 və B vektorunun koordinatları olsun 2, 5. Vektorları polinomlar olar. Polinomlar olar. Mən eynilik. Götürüb bunları alt-alta yazırıq, rahat görünsün deyə. A vektorunun koordinatlarını yazırıq m ilə 4. B-nin koordinatlarına da yazırıq 2 ilə 5. Bunları alt-alta. M bölünsün 2. 4'ün də altında 5 var. 4 bölünsün 5 yazırıq. Çarpaz şəkildə tənasüb əldə edirəm. 5'i vururam m-ə, olur 5m. 4'ü 2'ye vururam 8. M də bərabər. 8'i 5'e bölürəm, düşəcək 1,6. Və yaxud da belə bir nümunə yazaq. Deyir ki, A vektorunun koordinatları olsun 2, 3 və ona kolinear olan B vektorunun skaler hasili məsələn deyək ki 26 olarsa B vektorunun ya da B'nin yazıram qısaca komponentlərini tapın. Komponentlərini tapın. İndi baxırıq nəyə? Əgər A vektorunun koordinatları 2 ilə 3-dürsə, onun polinomar olan B vektoruysa, bayaq demişdik, buna aid 75-ci sual yazmışdıq.
2K, 3K K götürürəm. hərfi. Bəli, lap Bəli. olsun 2x, 3x. Fərqi yoxdur hərfin. 2x, 3x. Deyir, indi skaler hasil. Skaler hasil nə deməkdir? Birinciyə vururam. 2-nə vururam 2x-ə. Üzərinə gəl. 3-ü vururam 3x-ə. Deyir, bərabərdir bu 26-ya. Buradan 2-ni 2x-ə vuranda 4x. 3-ü 3x-ə vuranda 9x. Bərabərdir buradan 26-ya. 13x bərabərdir 26. X-in qiyməti oldu burada 2. Gətirirəm indi x-i burada B vektorun içində yerinə yazıram. Olur onda B vektorun koordinatları nə? 2-ni vururam 2-yə 4, 3-ü də 2-yə vururam 6. Bu da oldu bizim B vektorunun koordinatları, yəni komponentləri. Aydın oldu mu? Cavabı 2 tapdınız. 26-nı 13-ə böldünüz, hə? Və 26-ı 13-ə böldüm 2 tapdım. Sonra gətirdim buradakı x-ləri yerinə 2 qoydum. 2-ni 2-yə vurdum 4, 3-ü də 2-yə vurdum oldu 6. Bir də deyirsən, müəllim, bu komponent deyəndə elə bir şey 2 qoymalıq, 3 qoymalıq. O hardan bilək ki, nə 2 qoyaq yoxsa 3? Başa düşmədim. O nə demək? Deyirsə kollar deyəndə məsəl üçün 2 K yazırıq, bir də özümüzdən qiymət yazırıq. Burada özümə qiymət yazmıram. Burada nə verirsə onu yazıram. 5 ilə 4 verirsə 5x 4x yazardım. Yəni misalda nə verir Hə, onu da mən aşağı köçürdürəm. hə, bildim. Yəni misaldakı vektorun bir tayına baxırsan. A vektorunu veribsə ona Tamam, baxmırsan. Ona uyğun götürürük. başa düşdüm. Sonra keçək indi üçüncü. Perpendikulyar vektorlar. Perpendikulyar sözünü deməsə belə yazacaq. A vektoru perpendikulyardır B vektoru. Bu şərti görəcəksiniz. Yəni ya sözlə deyəcək, ya da belə işarə ilə göstərəcək ki, A vektoru B vektoruna perpendikulyardır. Perpendikulyar Hı hı. vektorun qaydası nədir bəs? A 90 vektorunun dərəcə. koordinatları x, y, 90 dərəcə o bucaqdır. Yəni, bu da kosinus 90-da sıfırdır. Bunun qaydası necədir? Birincini birinciyə vurursunuz. Yəni skaler hasil sıfıra bərabər. Belə deyək qısaca. X-i vurdum M-ə, üzərinə gəl. Y-i vurdum N-ə. Bərabər olmalıdır sıfıra. Buna aid nümunə göstərəcəm sizə 2 dənə. Nümunə 1. Məsələn, deyir ki, A vektoru olsun x ilə 4 və B vektoru olsun məsəl üçün 2 və 3 vektorları perpendikulyar 2 olursa, versin 12 Vurup basıp bərabərdir 0. topluyoruz. bəli, Vurup basıp topluyoruz. bəli, vurub toplayacaq. Perpendikulyar olarsa, deyir x-i tapın. X-i tapın. O da 2 qız. Birinci 2 də alt 4-ə alta vururam. yazım rahat görünsün deyə sizə. X-lə 4, B-nin koordinatları da 2 ilə 3. Yəni birincini birinciyə vururam. X-i vururam 2-yə, 2 qız. Üzərinə gəl. 4-ü vururam 3-ə, 12. Bərabər olmalıdır Evet. 0. Buradan 2x bərabərdir mənfi 12-yə. X-in qiyməti də oldu mənfi 6. Elə bizdən də x soruşurdu. Aydın oldu. Hı, bəli. Sonra perpendikulyarlıqla burada indi qayıdıb bizdə axırda soruşa bilər ki, e, B və A vektorunun uzunluğunu tapın. X-in yerinə 6 qoyardıq uzunluq soruşsa. A vektorunun koordinatları olardı mənfi 6 ilə 4. Bunun uzunluğunu tap desəydi, kök altında kvadratlarını toplayardıq da. 6-nın kvadratından 4-ün kvadratını. Aydındır. Axırda uzunluq söz deyəndə inirik. Kök altında kvadratlarını toplayırıq. Bu oldu A vektorunun koordinatları. Qaldı dördüncü vektorlar arasındakı bucaq. Yazalım buraya. İki vektor arasındakı bucaq. İki vektor arasındakı bucağı necə tapılır? Məsəl üçün, mən bunu 3 dənə ilə yazacağım. Çünki testlərdə 3 dənə ilə daha çox qabağımıza çıxacaq. Ona görə 3 dənə ilə yazacağım məncə. A vektorunun koordinatlarını götürürəm. X, Y, Z. B vektorunun koordinatlarını götürürəm. Lap M, N, K. Bucaq tapanda kosinusdan tapılır uşaqlar. Yəni yazaq ki, kosinus alfa bərabərdir. Kəsr xətti. Yuxarıda birincini vururam birinciyə. Yəni x-i vururam m-ə. XM. Üzərinə gəl. İkincini vururam ikinciyə.
Y-in. Üzerine gel. Üçüncü vururam üçüncüye. Z, K. J, Aşağıda ise ayrıca modulda A'nın modulunu tapırsınız ve ayrıca B'nin modulunu tapıp birbirine vurursunuz. A'nın modulunu tapanda kök altında kvadratlarını topluyoruz da A'nın içindekilerin. Yani X'in bəli. kvadratı, Y'in Y, kvadratı ve Z'in kvadratı. Yazdıq belə. Vurulmalıdır B'nin moduluna. Yəni M M'in kvadratı. kvadratı üzerine gel. N'in kvadratı üzerine gelinsin K'nın kvadratı. Bu oldu vektorlar arasındakı bucağın tapılması. İndi buna ait gəlin bir dənə nümunə yazalım. Görək necə tapılacaq. Tutalım ki, bizə bir vektor verilir və vektorun koordinatları olsun. Ben buradan yazım nümunə sözünü. Aha. Vektorun koordinatlarını götürəyin. A vektoru olsun. 1, 1, 0,5. B vektorunun koordinatları olsun. 0,5 ya da 0 götür bunu. 0, 2 ve menfi 2 mi götür? Müsbət 2 olsun bu da. Deməli A vektorunu götürdük. 1, 1, 0,5. B vektorunu 0, 2, 2. Deyir arasındaki bucağı tapın. Arasındaki. Biri vurur. Yox, 1, 0, üstə gəl. 1, 2, üstə gəl 0,5, 2. Elə bir belə eləyək də. Qoy yazıram buradan. Kosin sayı. Vururuq yəni. Bəli vururuq. Biri vururam 0'a oldu 0. Üzerine gel. Biri vururam 2'ye oldu 2. Üzerine gel. 0,5 ile 2'ye vuranda 1 eləyir də. Elə bir 50 qəpik 2'ye vurursan 1 manat eləyəcək. Hı -hı. Aşağıda birincidə baxıram A'ya. 1'in kvadratı. Üzerine gel. 1'in kvadratı. Üzerine gelirsin 0,5'in kvadratı. Vurulsun 0'ın kvadratı, Vurulsun. 2'nin Bəli kvadratı. 0'ın kvadratı. Üzerine gel 2'nin kvadratı. Üzerine gel 2'nin kvadratı. Bərabərdir. Yuxarını toplayanda 3 verəcək bizə. Aşağıya fikir verin. 1'in kvadratı 1, bu da 1, bu da 0,25 eləyir. Bunları toplayanda Hı, hamısı 2,25 eləyəcəkmi? bəli. 2,25. Vurulsun. Bu 0'ın kvadratı 0, 2'nin kvadratı 4, 2'nin kvadratı 9. Toplayanda hamısını 8'lədir mi kök altında? Bəli. Bu da bərabər yazıram yenə. İndi nə edəcəyik? Yuxarıdakı 3 qalsın. Hı 2,25'ten -hı. kök çıxır onsuz da. 15'in kvadratı 225 eləyir. 2,25'in kvadratı 1,5'in kvadratı bərabər. Yəni kökü daha doğrusu. 8'in kvadratı 4 çıxır 8'i 8'den. yazıram Vurulsun 4 4. vur 2. 4'ten çıxacaq 2. Amma kökdə 2 qalacaq. Aydındır? Bəli. Bərabər. Yuxarıda qaldı 3. Bu 2'ni 1,5'e vuran. Elə bil 2'ni 1 madəlli qəpiyə vurun. Olur 3. Kökdə qalır 2. Bərabər. Buradakı 3 ilə buradakı 3 getdi. Qaldı yuxarıda Qaldı. 1. Aşağıda qaldı kök altında 2. Bu da Hı -hı. bərabərdir. Aşağı bu əslində gələnsinə belə bir şey deyim. Buna gələndən sonra bax bucağın üstündə mən kosinusdan tapıram, düzdür? Əgər kök Bəli. altında 3 görsəniz, bilin ki, söhbət burada 30 dərəcədən gedir. Əgər kök altında 2 görsəniz, bilin ki, burada söhbət 45 dərəcədən gedir. Əgər cavabı gelib də tapsanız siz 0, onda deməli burada söhbət 0 dərəcədən gedir. Əgər cavabı tapsanız burada 1, deməli 0 dərəcə nə idi? Hə, 1 tapsanız da bilin ki, artıq burada 90 dərəcədən söhbət gedir. Aydındır? Hı -hı. İndi baxıram, nə Bəli. görürəm mən burada? Kökdə 2 görürəm. Deməli, söhbət 45 hansı dərəcədən dəqiqə. gedir? 45 dərəcədən gedir. Deməli, onda burada yazıram ki, bucaq alfa 45 dərəcədir. Və yaxud da 45-i necə göstərirlər? 180 bölünsün 4 kimi. 180-də pi deyirlər. Pi bölü 4. Bu da 45 deməkdir. Pinin yerinə 180 durur. Aydındır? Ya pi bölü Bəli. 4 olacaq variantlarda, ya da 45 dərəcə olacaq. Bu bucaqları əzbərləyin. Cavab olaraq deyirlər. Sadəcə kökdə 3 görəndə bilin ki, 30 dərəcədən söhbət gedir. Vektorlara aiddir bu. Kökdə Hı 2 -hı. görəndə 45-dən söhbət gedir. Cavabı 0 tapmısınızsa, gedəcək söhbət 0 dərəcədən. 1 tapmısınızsa gedəcək cavab 90 dərəcədən. Aydın oldu. Bəli. İndi gəlim belə bir dənə də misal yazım. Burada indi bucaq yoxdur. Başqa bir tipdə verir sualı. Gözləyim nümunə yazım aşağıdan.
Yazaq nümunə. Nümunə 2. Məsələn, deyir ki, bizə iki dənə vektor verəcək. Vektorların qiymətləri əslində fərqli-fərqlidir. Tam belə deyək də, hərflə veriləcək. Ben gözlüyün görüm o sualı mən tapıram mı burada? Özümdən yazmayayım sualı. Sonra gedib rəqəmlər fərqli çıxır. Misal düz çıxma axırda. Görün burada qeyd olunub həmin sual. Hə. Deməli qeyd olunmuş sualda necə? Sualda belədir ki, A vektorunun modulu bərabərdir B vektorunun moduluna. Sonra deyir ki, A vektoru perpendikulyardır B vektoru olarsa, sonra deyir ki, A çıxılsın 2B ve A üzerine gelsin 2B ya da 2A üzerine gel B. 2A üzerine gel B yerler değişik. Vektörları arasındaki bucağın kosinüsünü tapın deyir. Bucağın kosinüsünü tapın. Gəlin isə belə birinci növbədə bir şey deyim. Ondan sonra keçim bu kosinüsü izah eləməyə. Yadda saxlayın ki, əgər bu A vektorudur, bu da B vektorudur uşaqlar. Bunlar arasında qalan bucaqsa alfa bucağıdır. Əgər məndən A ilə B-ni yanaşı görəndə mütləq şəkildə müxtəlif olduqlarına görə yanına kosinüs yazacaqsınız. Yox, əgər A ilə A-dan eyni şeydən söhbət gedirsə, arasında bucaq yoxdur, sıfırdır. Ona görə kosinüs sıfırda da qiymət 1-dir. Bu A qalacaq, yəni A kvadratı qalır. Və yaxud da B ilə B hərfi görsəniz, yanına heç nə yazmayacaqsınız. Deməli, müxtəlif hərf görəndə yanına kosinüs yazırsınız. Eyni hərf görəndə yanına heç bir şey yazmırsınız. İndi baxalım sualın şərtinə. Sualın şərtində görürəm ki, vektorlar arasındakı bucağı soruşur. Bucaq da kosinüsdən tapılırdı. Baxıram, vektorlar bir-birinə perpendikulyardır. Yəni, skaler hasil sıfıra bərabərdir. Yazıram onda. A çıxılsın 2B. Vurulsun. 2A üzərinə gəlinsin B. Bərabər olmalıdır sıfıra. Mötəzləri qrup açıram. A'nı vururam buradakı 2A'ya. Olacaq 2A'nın kvadratı. Baxın, A'nı A'ya vurduğuma görə yanına heç nə yazmayacağım. İndi A'nı B'ye vurdum. Baxın, iş burada başlayır. A ilə B yanaşı hərf gəldi. Fərqlidirlər, yanına kosinüs yazmaq lazımdır. Kosinüs alfa. Sonra 2B'ni 2A'ya vuranda mənfi 4AB yenə fərqli hərflərdir. Yanına kosinüs yazacağım. Çıxılsın 2B'ni də B'ye vuranda olacaq 2B'nin kvadratı. Eyni hərfdir, yanına kosinüs yazılmayacaq. Bərabərdir sıfıra. Yuxarıda şərt yazıb ki, A ilə B-ni bir-birinə bərabər eləmək olar. Mən gedirəm bütün B-lərin yerinə A hərfi yazıram. Burada 2A'nın kvadratı özü qaldı. Üzərinə gəl. Burada A yazanda A ilə A bizə verir A'nın kvadratı. Kosinüs alfa öz yerində. Çıxılsın. Yenə burada B-nin yerinə A yazıram. 4'ün özü qaldı. A ilə A oldu yenə A kvadratı. Kosinüs alfa. Çıxılsın. Yenə bu B'nin yerinə A yazanda olacaq 2A'nın kvadratı. Bərabərdir sıfıra. Bütün hamısında A var. Bütün hamısından A'ları silə bilərəm. Qalacaq burada 2. Üzərinə gəl. Ben Belen'i yerine A yazdık. Nəyin yerinə? B'lərin yerinə. Şərtdə yazılıb bizə. B bərabərdir A ya da A bərabərdir B. Ya B'nin yerinə A yaz ya da A'nın yerinə B yaz. Eyni şeydə. Fərqi yoxdur. Ha, Hərf bir dənə qalsın da kənar. 2 dənə qalanda hesablaya bilmirəm axı. ha, İndi buradan bildim. bütün hər tərəfi A kvadratına bölürəm. Baxın, A kvadratları getdi hamısından. Gördünüz böləndə. Qaldı 2. Üzərinə gəl kosinüs alfa. Çıxılsın 4 kosinüs alfa. Çıxılsın 2 bərabərdir sıfıra. Buradan kosinüslər qalsın sonra. Kosinüsdən 4 kosinüs çıxanda qalır mənfi 3 kosinüs alfa. Burada haradasa nə səhv eləməmişəm ki, baxın görün işarə səhvində. İkilərin işarəsi dəyişik olmalıydı haradasa. 4 eləməlidir o bizə. Nəsə deyəsən şəkli səhv eləmişəm. Görün bir dənə baxaq. A-nı vurdum 2A'ya. Bu oldu 2A kvadratı. Sonra çıx 2B kvadratı doğrudur. İşarələrə haradasa səhvlik getməyib deyəsən, eləmi?
Gedibsə də görə bilmirəm hal-hazırda. 2a kvadratı, sonra AB kosinus alfa müsbət düzdür. Mənfi 4AB doğrudur. Çıx 2B kvadratı doğrudur. Hər şey doğrudur. Burada müsbətdir, bu da müsbətdir, bu mənfidir, bu da mənfidir. Burada 2-dirsə, orada da 2-dir. Misalda özündə şərtində səhv qoymuşam rəqəmləri, ona görə elədi. Ya da şərəsini. Səhv götürmüşəm yəqin testdən. Bərabərdir uşaqlar. Bu 2, bu da mənfi 2, 0 oldu. Buradan kosinus alfa bərabər olacaq 0-a. Yəni 0-ı mənfi çöbələndə 0 qaldı. Normalda testdə qarşılıqlı çıxacaqdı axırda belə bir şey. İndi mən burada yazdığım şərt dəyişiydim. Testdə görəcəksiniz bu cürdür. Eyni şəkildədir. Axırda alacaqsınız tutalım belə. Nə bilim 5 kosinus alfa bərabər 4 tapacaqsınız. Kitabdakı forma belədir. Axırda kosinus alfanı tapanda 4-ü məsələn 5-ə bölürlər. Aydın oldu. İndi mən misalda yazdıqlarıma görə islah olundu 0 qaldı. Sizin misalda 0 qalmayacaq. Sağda ədəd alınacaq. Başa düşdünüz? 0-ın yerində 4 alınacaq, 5 alınacaq, nə bilim mənfi 2 alınacaq. Dəyişəcək indi misal. Aydınmı? Bəli. Testi yazanda görəcəksiniz. Orada belə sual var, qarşınıza çıxanda biləcəksiniz. Bu belə. Demək, bu sonuncu qaydaydı. Vektorlar arasındakı bucaqdır. İki dənə misal tipi var. Bir misal tipi budur. Düstura əsasən hesablanacaq kosinus düsturuna əsasən. Deməli, surətdə yazdıq biz vektorların skaler hasilini, məxrəcdə isə modullar hasilini yazdıq. Digər nümunəmiz bağlı oldu nə ilə? Burada əlavə şərt qeyd elədik ki, əgər kökdə 3 görsək, bilin ki, 30 dərəcədən söhbət gedir. Kökdə 2 görəndə 45-dən, 0 görəndə ilə 0-dan, 1 görəndə 90 dərəcədən söhbət gedir. Bu yalnız və yalnız vektor bölməsində kosinusa aiddir. Bunu götürüb sinus 30-a, nə bilim 45-ə belə şey hesablan. 45 eynidir, fərqi yoxdur. Amma 30-da, 60-da, 90-da qiymətlər fərqlənirlər. Sonra perpendikulyarı bildik. 90 dərəcə əmələ gətirməlidir. Birincinin birinciyə, ikincinin ikinciyə vurursunuz və toplayanda 0 eləməlidir perpendikulyarın qaydasına görə. Kollinear vektorlar o demək ki, alt-alta nisbətləri bir-birinə bərabər eləmək lazımdır. Tənasüb şəklində buradan m və yaxud da hər hansı bir parametri tapırsınız. Və digər nümunə bu şəkildədir. Vektorun birini şərtdə verir, digərini kollinear sözündən istifadə edir. Kollinear sözündən istifadə edildiyinə görə mən digər vektoru eyni ilə olduğu kimi yazıram. Sadəcə yanına bir dənə dəyişən yazmaq lazımdır. Skaler hasildir. Birincini birinciyə vurduq, ikincini ikinciyə vurduq. Cəmini şərtdə verilən də bərabərləşdirirsiniz və məhsulu tapırsınız. Axırda misalda şərtlər dəyişə bilər. Yəni modul da soruşa bilər, uzunluq da soruşa bilər, komponentlərin cəmini də soruşa bilər, fərqli şeylər ola bilər. Və birinci, skaler hasil dedikdə isə birincinin birinciyə vurdunuz, üzərinə gəldi, ikincinin ikinciyə vurdunuz, alınan cavabları toplayırsınız. Nə alınsa o da bizim skaler hasilimiz sayılacaq. Hər kəsə aydındırmı? Burada qaranlıq qalan bir yer qaldı mı? Xeyr. Xeyr. İndi Xeyr.